Rasim müəllim, İsrailin yanlışlıqları axı olub. Bugün BMT qərarlarını İsrail zamanında icra eləsəydi, hətta hər şeyi qoyuruq qırağa. 93-cü ilin Oslo sazişini, hansı ki, dünənə qədər fəthi də onlar belə terror təşkilatı elan eləmişlər, sonra getdilər Amerikanın vasitəçiliyi ilə əyləşdilər. Dəyişərdi vəziyyət, inanırsan ki, dəyişərdi. Əgər, baxın, İsrail əgər Fələstin torpaqlarını işğal edib, ora köçürmə siyasəti aparmasaydı, orada BMT qərarlarını vaxtında icra eləsəydi, vəziyyət bu həddə gəlib çatmazdı. Fələstin torpaqları görün neçə elə olub Osmanlı İmperiyasının tabesində. Onda niyə bu qırğınlar olmurdu? O vaxt oldu ki, o qırğınlar, bəli, o siyonist düşüncə sahibləri hakimiyyətə yiyələndilər və Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın həm də dəstəyi ilə İsrailin bütün o beynəlxalq birlik addımlarına göz yumdu. BMT-dəki son çıxışda biz gördük ki, İsrail nümayəndəsi BMT-yə necə meydan oxuyur. Hanı bəs o BMT-nin qərarlarından danışanlar? BMT-nin qərarları var, qətnamələri var. Niyə İsrail icra eləmir? Ukrayna-Rusiya məsələsində hamımız düşmüşdük Rusiyanın üstünə ki, sən başqa bir ölkənin BMT ilə tanınan ərazisini işğal eləmişsin. Azərbaycan cəmiyyəti də bölünmüşdü. Yaxşı, indi niyə həmin o Ukrayna bayraqlarına bürünənlər, indi niyə demir ki, İsraildən tələb eləmirlər ki, sən niyə BMT qətnamələrini icra eləmirsən? Niyə BMT-nin özünün tanıdığı əraziləri işğal eləyirsən? Orada məcburi məskunlaşma aparırsan. Bugün Qəzza xalqı elan ediblər, Həmas terrorsuz təşkilatdır. Həmas 87-ci ildə siyasi hərəkat kimi yaradılıb, hörmətli Rasim müəllim. Və bunu qeydə alan da o vaxt ki, İsrailin müdafiə naziri Ariel Sharon olub. Çünki onlar hesab eləyirdi ki, fəthi yaratmaq üçün Həmasa dəstək verməlidir. Və o ikisini də uzun müddət o iki İslamçı təşkilat həm Fələstin xalqının dinc mübarizə üsulunu radikallaşdırdılar. Və bununla onu gözdən salmağa çalışır. Bax, bu hərəkətdən sonra... Nəticə bugünkü qırğındır. Başa düşürəm. Bu hərəkətdən sonra Hamasla oturub üz-üzə danışmağa başlamalıdır. Haması niyə siz terror təşkilatı sən getməyib, indi konkret. Bəs bunu 2001-ci ildə Amerikanlar bunu terror təşkilatı kimi tanıdı. Mən tarixə Rasim müəllimin fikrindən mən sizə deyirəm ki, əgər hüquq arxa plana atılacaqsa, zor öndə tutulacaqsa, mən güclüyəmsə, istədiyim xalqa əzəcəm mövqeyi olacaqsa, onda belə olacaq. Sən insanların ailəsini, din zəhalini məhv eləyib, ondan da özünə tabi olmağını gözləyə bilməzsən. Bu gün o körpə uşaqların, hansı ki, atalar uşaqlarının qoluna yazır ki, gətir, bilək heç olmasa cəsədin tapaq ki, bu uşaq kimin uşağıdır. İndiyə qədər bir körpə qərb dünyasında göz yaşlılığında bütün qərb mediası... Bu söhbəti səhərə kimi aparmaq olur. Səhərə kimi də odur ki, biz gerçəkliyin mətnindən çıxış eləməliyik. Biz haqqı axtarmalıyıq, ədaləti müdafiə eləməliyik. Ədalət də odur ki, bəli, hər iki ölkənin, ikisinin də orada həm Fələstin xalqının, həm də İsrailin yanaşı, dinc yaşamaq imkanı, haqqı tanınmalıdır. Biri dövləti var, o birinə dövlət qurulmayıb. Çıxış yolu odur ki, BMT-nin qərarları icra olunsun və ona da beynəlxalq zəmanət olsun.